Heç fikirləşmisinizmi ki, planetimizin 70%-dən çoxunu örtən o nəhəng su kütləsinin, yəni okeanların altında əslində nə var? Gəlin, bugün birlikdə bu sirrin pərdə arxasına baxaq və bəşəriyyətin okean dibini xəritələşdirmək üçün çıxdığı o möhtəşəm səyahəti addım-addım izləyək. Təsəvvür edin, 1000 illər boyunca dənizçilər dalğaların üzəri ilə gedir, amma altlarındakı o qaranlıq, sirli dərinliklərdə nəyin gizləndiyini ancaq təxmin edə bilirdilər. Yaxşı, bəs onlar nə düşünürdülər? O dərinliklərdə nəyin olduğuna inanırdılar. Bəli, təsəvvür edin ki, ən geniş yayılmış fikir bu idi. Okeanın dibi nəhəng, hamhamar, heç bir xüsusiyyəti olmayan bir düzənlikdir. Sanki su ilə dolu böyük bir boşqab. Amma bu təsəvvür reallıqdan o qədər uzaq idi ki. Amma reallıq bambaşqaydı. Hamar bir düzənlik, əsla. Əslində, okeanların dibi quruda gördüyümüz dağlardan, dərələrdən qat-qat möhtəşəm, qat-qat dramatik bir dünyaya sahib idi. Bəs hər şey necə başladı? Çox sadə bir üsulla. Təsəvvür edin, sadəcə bir kəndir, ucunda da bir ağırlıq. Dənizçilər bunu suya atırdılar və ipin nə qədərinin suya girdiyinə baxıb dərinliyi təxmin edirdilər. Primitiv səslənim, elə deyilmi? Amma bu sadə alət əsrlər boyu yeganə yol idi. Və sonra hər şey dəyişdi. Səhnəyə elə bir ekspedisiya çıxdı ki, okean elmində demək olar ki, yeni bir era başlatdı. Bəli, söhbət Challenger'ın möhtəşəm kəşflərindən gedir. Bir anlıq bu rəqəmlərə fikir verin. 4 il. 4 il boyunca okeanlarda səyahət. Amma iş bununla bitmir. Toplanan məlumatlar o qədər çox idi ki, 70 alim tam 20 il boyunca onları analiz etməli oldu. Nəticə, tam 50 ciltlik bir elmi şahəsər. Bu sadəcə bir səyahət değildi, yox. Bu, müasir okean elminin təməl daşı idi. Məhz Challenger o köhnə okean dibi hamardır mifini darmadağın etdi. Yaxşı, kəndirlə ölçmək bir yerə qədər. Amma bütün dünya okeanını bu üsulla xəritələşdirmək, yəqin ki, əsrlər bəlkə də min illər çəkərdi. Daha sürətli, daha dəqiq bir yol lazım idi. Bir inqilab lazım idi. Və o inqilabi həll yolu heç kimin gözləmədiyi bir yerdən gəldi. Səsdən. Məntiq əslində çox sadədir, amma bir o qədər də dahiyanə. Gəmi suya bir səs siqnalı, yəni bir klik göndərir. Bu səs saniyədə 1500 metr sürətlə dibə çatır, oradan əks olunur və gəmiyə geri qayıdır. Gəmidəki cihaz isə sadəcə səsin gedib qayıtmağından nə qədər vaxt sərf etdiyini ölçür. Vəssalam, bu qısa zaman kəsiyi bizə dəqiq dərinliyi verir. Bu, sanki qaranlıq otaqda əl yordamı ilə gəzməkdən birdən-birə işıqları yandırmağa bənzəyirdi. Biz artıq dərinliklərə qulaq asa bilirdik. Baxın, bu zaman xətti hər şeyi göstərir. 1872-ci ildə Challenger səyahətə başlayır və sübut edir ki, dib hamar deyil. Sonra, Birinci Dünya Müharibəsi zamanı hərbi məqsədlər üçün sonar icad edilir və tezliklə elm adamları bunun potensialını anlayır. Və sıçrayışlara baxın, 1957-ci ildə Vityaz gəmisi yerin ən dərin nöqtəsini tapır. Cəmi 3 il sonra isə 1960-da insanlar ora fiziki olaraq enir. 100 ildən az bir müddətdə kəndirdən batiskafa gəldik. Bu, inanılmaz bir tərəqqi idi. Gəlin indi bu hekayənin zirvə nöqtəsinə gedək. Yerin cazibə qüvvəsinin ən güclü olduğu yerə, planetimizin ən dərin, ən sirli nöqtəsinə, Mariana çökəkliyinə. 11.022 metr. Bu rəqəmi bir anlıq təsəvvürünüzdə canlandırın. Bu o deməkdir ki, dünyanın ən hündür dağı olan Everesti götürüb, tərs çevirsəniz və bu çökəkliyə salsanız, dağın zirvəsinin üstündə hələ bir neçə kilometr su qalacaq. İnanılmazdır, deyilmi? Amma bir şeyi qarışdırmayaq. Dərinliyi yuxarıdan, gəmidən sonra ilə ölçmək bir nailiyyətdir. Amma o qaranlığa, o dondurucu soyuğa və hər santimetrə tonlarla təzyiqin düşdüyü bir mühitə fiziki olaraq enmək, bu tamamilə başqa bir şeydir. Məhz bunu etdilər. 1957-ci ildə Vityaz dərinliyi ölçdü. Cəmi 3 il sonra isə İsveçrəli alim Jacques Piccard öz batiskafı ilə o nöqtəyə çatdı. Təbii ki, bu dərinlikləri enmək üçün xüsusi alətlər lazım idi. Əvvəlcə batisfer var idi. Bu, sadəcə gəmidən kəndirlə sallanan metal bir kürəkdir, çox məhdud idi. Əsl irəliləyiş isə batiskaf ilə oldu. Bu, artıq özü hərəkət edə bilən, sərbəst bir sualtı qayığı idi. Daha da yaz sular üçün isə, təbii ki, hamımızın bildiyi akvalank var. Bu isə insanlara 40 metrə qədər dərinliklərdə tam sərbəstlik verdi. Yaxşı, bütün bu tarixi kəşflərdən sonra gəldik çıxdıq bugünümüzə. Bəs indi vəziyyət necədir? Okeanlar haqqında nə qədər məlumatlıyıq? Cavab, bəlkə də sizi təəccübləndirəcək. Baxın, biz okeanların səthini demək olar ki, mükəmməl bilirik. Hər dalğanı, hər cəryanı izləyə bilirik. Amma iş okeanın dibinə gələndə
vəziyyət tamamilə fərqlidir. Okean dibinin böyük, amma çox böyük bir hissəsi hələ də bizim üçün qaranlıqdır. Sanki Marsın və Ayın xəritəsini okean dibindən daha yaxşı bilirik. İndiki dövrdə isə biz okeanları təkcə içindən yox, həm də kosmosdan öyrənirik. Peyklər sayəsində su üzərində formalaşan qlobal hava hadisələrini, okean cəryanlarının istiqamətini və sürətini, hətta nəhəng aysberqlərin yaranmasını və səyahətini belə izləyə bilirik. Deməli, baxın, haradan hara gəldik? Bir zamanlar boş, hamar bir düzənlik sandığımız yerdən planetimizin ən heyrətamiz, ən mürəkkəb coğrafiyasına. Amma bu uzun səyahət bizə bir şeyi də öyrətdi. Bu, heç də son deyil. Okeanların kəşfi macərası əsla bitməyib. Hələ də o qaranlıq dərinliklərdə kəşf edilməmiş minlərlə canlı növü, açılmamış geoloji sirlər, bəlkə də tariximizin itkin parçaları bizi gözləyir. Bəli, bu möhtəşəm macəra əslində hələ yeni başlayır.